Kvant fizikası, hə, çox vaxt qəribə, hətta biraz da anlaşılmaz səslənir, düz deyil? Yaxşı, bəs sizə desəm ki, onu anlamaq üçün əslində bir yol xəritəsi var. Baxın, bugün məqsədimiz kvant fizikasının bütün dərinliklərinə baş vurmaq deyil, yox. Əvəzində dünyanın ən yaxşı beyinlərinin, yəni MIT-in hazırladığı bir bələdçiyə baxacağıq və bu sirli dünyaya aparan yolu addım-addım birlikdə kəşf edəcəyik. Gəlin bir sualla başlayaq. Bax, bu sadə sual əslində kvant mexanikasının bütün təməlini silkələyir. Düşünün, gündəlik həyatda hər şey necədir? Bir şey ya budur, ya da odur. Dəqiqdir. Amma, görəcəyimiz kimi, kvant dünyası deyəsən heç bizim qaydalarımızla oynamaq niyyətində deyil. Deməli, cavab nədir? Cavab, bəli. Yəni, hər ikisidir. Bir dəqiqə, bu necə mümkün ola bilər axı? Bax, elə bu ağlasığmaz cavabın arxasındakı məntiqi anlamaq üçün biz MIT-nin açıq kurs proqramından istifadə edəcəyik. Bu proqram bu qeyri-adi səyahətdə bizim əsas bələdçimiz olacaq. Yaxşı, kvant dünyasına daxil olmaq üçün atacağımız ilk addım nədir? Bilirsiniz, bildiyiniz bütün klassik fizika qaydalarını demək olar ki, bir kənara qoymaq lazımdır. Çünki atomlar səviyyəsinə enəndə kainat sanki tamamilə fərqli bir dildə danışmağa başlayır. Və bu dili anlamaq üçün də bizə təbii ki, tamamilə yeni bir qaydalar dəsti lazımdır. Bax, buna determinizmin itirilməsi deyirlər. Yəni, bu nə deməkdir? Gəlin belə düşünək. Klassik dünyada bir topu atsanız, onun hara düşəcəyini dəqiqliklə hesablaya bilərsiniz. Elə deyilmi? Amma kvant dünyasında işlər belə deyil. Orada dəqiq nəticələr yoxdur. Yalnız və yalnız ehtimallar var. Artıq filan şey olacaq deyə bilmirik, ancaq ola bilər deyirik. İndi isə gəlin hekayəmizin əsas qəhrəmanı ilə tanış olaq. Bu qəhrəman kimdir? Dalğa kimi davranan zərrəcik. Bax, bu tək bir fikir, inanın ki, bütün kvant dünyasına açılan əsas qapıdır. Bilirsiniz, De Broglie'nin təklifi o vaxtlar üçün, hətta indi də ağlasığmaz səslənir. Deyir ki, hərəkət edən hər şeyin, bir elektronun, bir beyzbol topunun, hətta sizin özünüzün belə bir dalğa uzunluğu var. Təbii ki, gündəlik həyatda bu dalğalar o qədər kiçikdir ki, onları heç vaxt hiss etmirik, amma iş bir elektrona gəldikdə, bax, bu dalğa xüsusiyyəti sözün əsl mənasında hər şeyi dəyişir. Gəlin bu fərqi daha aydın təsəvvür edək. Düşünün, klassik bir güllənin dəqiq bir yeri və çizdiği bir yol var, düzdür? Amma kvant elektronu, o heç bir nöqtəyə bənzəmir. O, daha çox bir ehtimal buludu kimidir, yəni eyni anda bir çox yerdə olma potensialına sahibdir. O, konkret bir yol izləmir, əksinə bir ehtimal dalğası kimi bütün kainatda yayılır. Yaxşı, deməli, əlimizdə dalğa kimi davranan bir zərrəcik var. Çox gözəl. Bəs sual budur, o hansı qaydalara tabi olur? Gəlin indi də onun, belə deyək, qaydalar kitabını vərəqləyək. Və bu qaydalar kitabının adı Schrödinger tənliyidir. Bilirəm, adı biraz qorxuducu gələ bilər, amma onu mürəkkəb bir riyazi formula kimi düşünməyin. Əslində bu, sadəcə olaraq kvant dünyasının əsas ssenarisidir. Yəni bizim o qəribə dalğa zərrəciyimizin hekayəsinin zamanla necə dəyişdiyini, necə inkişaf etdiyini təsvir edən bir qaydalar toplusudur. Yaxşı, bəs bu proses praktikada necə işləyir? Gəlin işi asanlaşdıraq və bunu 3 sadə addıma bölək. Deməli, addım 1. Hər zərrəciyin bütün mümkün vəziyyətlərini, bütün ehtimallarını özündə saxlayan bir dalğa funksiyası var. Bu, onun kimlik kartı kimidir. Addım 2. Biz zərrəciyə bir sual vermək istəyirik. Məsələn, ay elektron, sən hardasan? Və ya sürətin nə qədərdir? Bax, bu sualın özünə operator deyilir. Və nəhayət, addım 3. Schrödinger tənliyi bizə göstərir ki, bu sualı verəndən sonra dalğa funksiyası, yəni ehtimallar toplusu zamanla necə dəyişəcək? Və bax, elə burada hekayənin ən böyük, ən ağlasığmaz sürprizi ortaya çıxır. Məlum olur ki, bu kvant qaydaları kitabı bizə heç vaxt dəqiq cavablar vermir. Yalnız və yalnız ehtimallar verir. Bax, bu bəlkə də bütün bu mövzuda anlamalı olduğumuz ən vacib fikirdir. O dalğa funksiyası sizə zərrəciyin harda olduğunu demir. Yox, o sizə onu müəyyən bir yerdə tapmaq ehtimalının nə qədər olduğunu deyir. Sanki bir xəzinə xəritəsidir, amma üstündə dəqiq bir X işarəsi yoxdur. Əvəzində xəzinənin harada ola biləcəyini göstərən fərqli ehtimal bölgələri var. Bir anlıq təsəvvür edin. Elektronun dəqiq bir yeri yoxdur. Biz ona baxana qədər, yəni onu ölçənə qədər, o həqiqətən də eyni anda bütün bu ehtimalların hamısına birdən sahibdir. 35% ehtimalla buradadır, 25% ehtimalla orada.
Və biz ölçmə apardığımız anda nə baş verir? Kainat sanki bir zər atır və bu saysız ehtimallardan yalnız və yalnız biri reallığa çevrilir, qalanları isə yox olur. Bütün bu ehtimallar dünyasının birbaşa bir nəticəsi var, o da məşhur qeyri-müəyyənlik prinsipidir. Bu nə deməkdir? Çox sadə. Bir zərrəciyin yerini nə qədər dəqiq bilsəniz, onun sürətini bir o qədər az dəqiqliklə biləcəksiniz. Və ya tərsinə. Sanki kainatın özü bizə bir sərhəd qoyub və deyir ki, üzr istəyirəm, amma eyni anda hər şeyi bilə bilməzsən. Təməldə hər zaman bir qədər qeyri-müəyyənlik qalmalıdır. Yaxşı, bütün bu qəribə, ağla sığmaz qaydalar, ehtimallar, bütün bunlar axı nəyə lazımdır? Məsələ də elə bundadır. Məhz bu yeni qaydalar toplusu sayəsində biz kainatın ən dərin, ən inanılmaz, ən möcüzəvi sirlərini anlamağa başlayırıq. Bəs bu qaydalar bizə nə kimi qapılar açır? Məsələn, kvant dolanışıqlığı kimi bir şey. Düşünün, kainatın tamamilə fərqli uclarındakı iki zərrəcik sanki görünməz bir sapla bir-birinə bağlıdır. Birinə nəsə olanda, o birisi bunu anında, işıq sürətindən də sürətli hiss edir. Və ya təsirsiz ölçmə. Bir bombanın işlək olub-olmadığını ona heç toxunmadan yoxlamaq. Elütsur-Weidmann bombaları məhz budur. Yaxud da fotoelektrik effekt və Compton səpilməsi kimi hadisələr. Bunlar işığın həm dalğa, həm də toqquşa bilən bir zərrəcik kimi davrandığını bizə təkzib edilməz şəkildə sübut edir. Baxın, bütün bu ağlasığmaz, hətta sehirli görünən hadisələr var ha. Onlar məhz indicə öyrəndiyimiz o kvant qaydalarının birbaşa real nəticələridir. Beləliklə gəlib çatdıq yol xəritəmizin sonuna. Amma bu sonluq özü ilə birlikdə böyük bir sual gətirir. Əgər reallığın özü ən fundamental səviyyədə, dəqiq və qətiyyətli deyilsə, əgər hər şey sadəcə ehtimallar üzərində qurulubsa, bunun bizim üçün, bizim reallıq anlayışımız üçün mənası nədir? Bəlkə də kainat sadəcə qəribə deyil, bəlkə də o, bizim təsəvvür edə biləcəyimizdən qat-qat daha möcüzəvidir.